Kimlər oruc tuta bilməz? Bu sualın cavabını səhiyyə mütəxəssisi verib. Baxaq görək hansı xəstəliyi olan insanlar oruc tutmamalı ya da oruc tutursa mütləq həkim nəzarətində olmalıdır. Sponsor Saf Hospital. Kimlər oruc tuta bilməz? Ramazan ayında oruc tutmağın insan sağlamlığına müsbət təsirləri olsa da, bəzi hallarda isə tam əksinə, mənfi hallarla nəticələnə bilər. İnsulin və ya qan şəkərini azaldan dərmanlardan istifadə edən diabet xəstələri, şiddətli və kəskin dönəmdə olan ürək-damar xəstəliyindən əziyyət çəkənlər, hamilə və süd verən qadınlar, qan şəkəri tez-tez normadan aşağı düşənlər, mədə və ya 12 barmaq bağırsaq xorası, xroniki qaraciyər və xroniki böyrək xəstəlikləri, çətin və ya ciddi xəstəlik səbəbilə əməliyyat keçirmiş və müntəzəm qidalanmalı vacib olan, aktiv yoluxucu bir xəstəlik olanlar həkimlərin icazəsi olmadan oruc tutmamalıdırlar. Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev səhiyyə.gov.az saytına verdiyi müsahibədə deyib. Həkim həmçinin bildirib ki, sağlam insanların oruc tutmağı tibb ictimaiyyəti tərəfindən də qəbul edilən insan səhhəti üçün faydalı prosesdir.